İnsan münasibətlərindəki və yaxud da insanlarla ünsiyyətdə olanda üzləşdiyim ən böyük problemlərdən biri insanların hər həddini, sərhəddini bilməməkləridir. Sərhədsiz və hədsiz olmaqlarıdır. Sərhədsizlik özündə yaxşı bir şeydir. Sərhədsizlik özündə dəyərli bir şeydir. Amma ən önəmli olan şey o sərhədsizliyin harda, necə, hansı formada ola biləcəyini başa düşməkdir. İnsanlar üçün sərhəd anlayışındakı ən böyük problem budur ki, onlar başqalarının sərhədlərini zorlamaqla məşğuldurlar. Öz işləri ilə məşğul olmurlar. Və yaxud da ki, insanlar bir-biri ilə münasibətdədir, ünsiyyətdədir, hər hansısa bir münasibətin içindədirlər. Fərqi yoxdur, dost, ata, ana, bacı, qardaş, sevgili, ər-arvad, fərqi yoxdur, dost, tanış, it, qurd, fərqi yoxdur. Bu münasibətlərin içində onlar başqa birini nə etməli olduğunu yönəltməyə çalışırlar. Çəkilib özlərinə mən neynirəm, bununla məşğul olmurlar. Və yaxud da ki, insanlarla ünsiyyətdə ən böyük üzləşdiyim şeylərdən biri, onlar istəyirlər ki, sizə bir şey danışanda siz onlara onların istədiyi formada inanasınız. Amma sən zaten mənə bir şey danışanda mənim haqqım var ki, sən danışdıqlarına danışırsan və mən onu yığım. Və yığım o mənzərəyə baxım. Və mənim o mənzərəyə inanıb inanmamağım və yaxud da inanıb inanmamaq sənin yalançı və yaxud da doğruçu olmağınla əlaqəli məsələ deyil. Sən onu o hisslərinlə o cür görürsən, çünki sən onu başqa cür yaşamısan. Mən isə sənin danışdığın şeydə onu özlüyümdə canlandırıram.